Ölkədə xaricdə təhsil almağa maraq gündən-günə artır. Bu imkanların bir qismi dövlət proqramları vasitəsilə, digər qismi isə attestatla qəbul yolu ilə həyata keçirilir. Attestatla qəbul zamanı vətəndaşlar əsasən müxtəlif təhsil şirkətlərinə müraciət edirlər. Bu şirkətlər universitet seçimi, sənədlərin hazırlanması və qəbul prosesinin aparılmasında abituriyentlərə vasitəçi rolunu oynayır. Lakin attestatla qəbul prosesi hər zaman gözlənilən nəticəni vermir. Belə ki, attestatla xaricdə təhsil almaq istəyən şəxslər bəzən düzgün məlumatlandırılmır və sonradan problemlərlə üzləşirlər. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirdi ki, bəzi ölkələrin təhsil müəssisələri vətəndaşları aldadır. Onun sözlərinə görə xarici ölkələrin universitetlərinə attestatla qəbul olunan heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslər sonradan problemlə üzləşirlər. Həmin şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir. Onların bir qismi nə təhsil aldığı ali məktəbin tədris dili, nə də ixtisasının tam adını düzgün ifadə eləyə bilir. Biz onların qismən tanınma üçün müraciət edəndə vəziyyətlərini görmüş oluruq. Məlum olur ki, 4 semestrdir oxuyur, amma 20 imtahandan cəmi 3-dən keçə bilib. Yəni, uğursuzluq faizi kifayət qədər yuxarıdır. 2, biz onların yekunda məhz Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda göstəricilərini görmüş oluruq. Bir çox hallarda ümumiyyətlə tədris dilini bilmədiklərinin şahid oluruq. Kvalifikasiyasından irəli gələrək bəzən ixtisasının adını deyə bilmir, ümumiyyətlə diploma əlavəsində hansı fənləri götürüb və niyə götürübü də izah edə bilmir. Xaricdə təhsil alarkən təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytına mütləq baxış keçirmək tövsiyə olunur. Çünki bu platformada diplomları tanınmayan universitetlərin siyahısı mütəmadi olaraq yenilənir və dərc edilir. Mütəxəssislərin sözlərinə görə xaricdə elə ixtisaslar mövcuddur ki, onların Azərbaycan ali təhsil sistemində bakalavr səviyyəsində analogu yoxdur. Bu kimi hallarda isə diplomların tanınması prosesində ciddi çətinliklər yarana bilər. Məsələn, səhiyyənin idarə edilməsi, Azərbaycanda bakalavr ixtisası belə bir ixtisası yoxdur. Bu bizdə magistraturada var və elə o tip ixtisaslar var ki, bunun ekvivalenti olmadığına görə bu diplomu tanımaqda müəyyən qədər çətinliklər baş verir. Çünki bu tanınmır deyə, yəni ixtisasın ekvivalenti yoxdur deyə bu diplomu tanımaqda müəyyən bir sıxıntılarla baş verir. Bu kimi dediyim kimi, qanunvericidən kənar olan, qanunvericinin tələblərinə uyğun gəlməyən diplomlar, universitetlər təəssüf ki, Azərbaycanda tanınmır və tanınma şəhadətnaməsi həmin məzunlara verilmir. Bu səbəbdən xaricdə təhsil almaq istəyən şəxslər universitet və ixtisas seçimi zamanı daha diqqətli olmalı, rəsmi qurumların açıqlamalarını əvvəlcədən araşdırmalı və gələcəkdə diplomların tanınması ilə bağlı riskləri nəzərə almalıdırlar. Çünki bu addımlar həm vaxt, həm də maddi itkilərin qarşısını alır.